Salam. Bu gün pəhriz saxlayanlara özəl, çox ləzzətli küftə yeməyi bölüşürəm. 2 ədəd soğan və 1 ədəd balqar bibərinə ət maşınından keçirib, suyunu bir qədər süzüb, ətə əlavə edirəm. 2 ədəd yer kökünü sürtkəcin kiçik gözündən keçirdib, ətin üzərinə əlavə edirəm. 1 çay qaşığı duz, yarım çay qaşığı istiot və 1 çay qaşığı pul biberi əlavə edib yaxşı qarışdırıram. Hazırlanmış kütlədən 34 ədəd yumru topu hazırlayıb, yarısını qazana yığıram, yarısını isə buzluğa yerləşdirirəm. Qazana yığdığım ətin üzərinə qaynar su əlavə edib, qazanın qapağını örtüb, orta istilikdə 45-50 dəqiqə bişirirəm və yemək hazır olur.